Başlasın qədər. Bu ev yoxdur, qoy dənizin patalını. Sən Səlcuqları oxuyursan Zeynal. Və bizim bugünkü mövzumuz 36-cı paragrafda nədir? Nədir mövzunun adı? Azərbaycan uğrunda Rusiya-Osmanlı mübarizəsi. Azərbaycan uğrunda Rusiya-Osmanlı mübarizəsi. Bu mübarizədə gəlin ilk öncə nəyə diqqət yetirək? Yenə söhbət Şah Sultan Hüseynindən gedir. Əvvəlki dərsdə mən Şah Sultan Hüseynin daxili siyasəti ilə tanış oldum. Daxili siyasətdə problem Şah Sultan Hüseynin bundan əvvəlki dərs biz öyrəndik ki, Şah Sultan Hüseynin daxili siyasəti o qədər uğurlu deyil. Onun dövründə üsyanlar baş vermişdir. Üsyanların harda baş verdiyini, necə baş verdiyini, nəyə görə baş verdiyini bilirik. İndi gəlin biz bu dərsdə Şah Sultan Hüseynin xarici siyasəti ilə tanış olaq. Baxın, xarici siyasətdə. Xarici siyasətdə deyirəm ki, Rusiya dövləti ilə neynəmək istəyir? Dostluq müqaviləsi, o cümlədən əməkdaşlıq müqaviləsi bağlamaq istəyir. Həmin dostluq və əməkdaşlıq müqaviləsini, dostluq müqaviləsini imzalamaq üçün neçənci ildə öz nümayəndəsini göndərir Peterburqa? 1713-cü ildə gedir Peterburqa. Pyotr və onun hakimiyyətdə də o zaman Rusiyada Pyotrdur. Pyotrun nümayəndəsi onu qarşılayır. Çox gözəl, hörmətlə qarşılayırlar. Deyirlər ki, ay qardaş, nəyə görə gəlmisən? O da deyir ki, biz Rusiya ilə dostluq etmək istəyirik, əməkdaşlıq etmək istəyirik. Və bu əlbəttə ki, Pyotrdur. Deyir ki, düşünərik. Nəysə, elçi qayıdır gəlir Azərbaycana. Şah Sultan Hüseyin deyir, nə oldu? Deyir, heç nə, deyirlər ki, düşünəcəyik. Düşünmək, bunların da düşünməyi bilirsiniz neçə il çəkdi? Düz 4 il çəkdi. 1716-cı ildə Pyotr həmin müqaviləyə qol çəkmək adı altında Azərbaycana kəşfiyyatçı göndərdi. Özü də həmin kəşfiyyatçının adı nə idi? Artemi Volski. Ay sağ ol. Demək bu əslində qol çəkmək adı altında nəyə gəlir? Kəşfiyyata. İndi müəyyənləşdiririk. Ay müəllim, kəşfiyyata gəldi, bu nə öyrənməli idi? Bu öyrənməli idi Səfəvi dövlətinin ümumi vəziyyəti, qoşunun vəziyyəti. Sonra deyir ki, Xəzər dənizində biz gələcəkdə ticarəti inkişaf etdirə bilərik kimi onu öyrənməli idi. Ölkəyə hücum eləsək yol boyu otlaqlar varmı, yoxmu? Bax, bunu müəyyənləşdirməlidirlər. Eləmi? Və bir də Ruslar özləri xristiyandılar. Və buradakı xristiyan əhali ilə neynəməli idilər? Əlaqə qurmağa çalışmalıydılar. Başa düşdünüzmü? Və Artemi Volski gəldi, lazımı kəşfiyyatı məlumatı topladı. Ondan sonra dedi, qardaş, müqaviləyə qol çəkək, biz qaydaq gedək. Müqaviləni də Səfəvilərin paytaxtında çəkdilər. Paytaxtı haradır? Ay sağ ol, İsfahan. Səfəvilərin sonuncu paytaxtıdır, elə deyil mi İsfahan? Sadalayırıq, Səfəvilərin başqa paytaxtları hansılar idi? Təbriz, Qəzvin, İsfahan. İsfahan bir daha ram paytaxtıdır. Səlcuqların. Bilirsən hansı sual veriləcək. Nəysə, İsfahanda hansı müqavilə imzalanır? Deyir ki, Ruslar həmin ticarət müqaviləsini imzalayır, qayıdır, gedir. Şah Sultan da sevinir ki, biz Ruslarla olduq dost, əməkdaşlıq müqaviləsi. Amma bilmir davamında nələr olacaq. Sonra Pyotr deyir ki, bu Xəzər dənizi yaman mənə belə qəşəng görünür, gözəl görünür. Nəysə, burada da adaların adlarını, yerlərini müəyyənləşdirmək üçün Pyotr Xəzər dənizini öyrənmək üçün ekspedisiya göndərir. Topoqraflar gəlir, 3 dənə adanın adı verilir. Hansı adalar idi? Nargin, Vuf, bir də Pesçani adaların da adları müəyyənləşdirildi deyil. Yəni, gəldi topoqraflar Xəzər dənizində öyrəndilər. Bu, Pyotrun gördüyü ikinci tədbir. Birinci, kəşfiyyata gəlmişdi. İkinci, ekspedisiya gəldi Xəzəri öyrənmək üçün topoqraflar. Oldu mu? Bax, öyrənir ha, birdən-birə hücum eləmir. Üçüncü, bu kişi harda açmaq istəyir? Şamaxıda. Aça bildi mi? Yox, üsyan var idi. Hacı Davudun üsyanı buna imkan vermədi. Aça bilmədi. Bir də bu kişinin ürəyində çox böyük bir arzusu var. Bu Pyotrun. Ürəyi, arzusu ürəyində qalsın. Nə idi? Nə idi? Yox, hansı şəhər oxşar bir şəhər salmaq istəyir? Peterburqa, Kürün məzhəbindədir. Peterburqa bənzər bir şəhər salmaq istəyirdi.
Onu da istəyir, elə deyilmi? Nəysə, bu Şamaxıda konsul aça bilmir. Bax, yenə hücum eləmir, ha, birdən-birə hücum eləmir. İlk öncə manifest göndərir. Manifest 1722-ci ildə 15 iyun tarixində, 15 iyunu düz deyirəm, 15 iyun sizin üçün çox önəmli bir gündür. Niyə? Niyə? 15 iyun tətildir və görsən, 15 iyun, 1722, 15 iyunda Pyotr bizim Səfəvilər dövlətinin ərazisi manifest göndərir. Özü də deyir, türk dilində idi. Həmin manifest deyir, 3 dildə də yazılır, türk dilində idi deyir. Bax, fikir ver ha. Yəni səni, məni, bu cəmaatı ələ almaq üçün türk dilində müraciət edir. İndi deyə bilərsən ki, ay mənim, o manifestdə nə yazılmışdı? Bu cəmaatın qarşısına çıxış edir də Rus elçisi. Nə yazılmışdı? Bax, nə yazılmışdı? Deyir, ay cəmaat, qorxmayın. Yolda izə, Rus əskəri görsəz, qorxmayın. Biz Səfəvi xanının, Səfəvi şahının dostuyuq. Bilirəm, amma dişləməsin. İndi adama deyərlər ki, yaxşı, bəs bu yolda biz bu Rus əskərini görsək... Nə? Nə düşündün? Nasıl oldu? Gitti. Getdi. Müəllimə, nə oldu? Yazır, gedir. Zəvət. Nəysə, oldu. Deyir, bəs bu cəmaat deyir ki, bəs biz bu Rus əskərini görsək, nə edək? Yolda izdə Rus əskərini göndə deyir, qorxmayın, qorxmayın, o sizə heç eləməyəcək. O gəlib Hacı Davuddan qisas almağa, həmin əskərlər. Çünki deyir, Hacı Davud Rus tacirlərini harada öldürmüşdü? Harada öldürür Rus tacirlərini? Bazarlarda. Səfəvi bazarında öldürmüşdü. Adını belə bir ad qoyurlar ki, güya qisas almağa gəlirlər. Özü də kimdən? Hacı Davuddan. Güya bunların işğal kimi bir niyyətləri yoxdur. Cəmaatı bu cür sərin salırlar. Ürəkləri rahat olur ki, cəmaatda bizi dəyək toxunmayacaq. Və 1722-ci ildə elə yay ayında nə başlayır? Nə başlayır ay cəmaat? Hardan gəlirlər 1722-ci ildə? Hardan gəlirlər? Həştərxandan gəlirlər. Həştərxandan keçib gəlirlər 1722-ci ildə hansı əraziyə? Dərbənd ərazisinə. Yaxşı, Dərbəndə gəlib çatdılar avqust ayının 23-də, elə deyilmi? Avqustun 23-də gəlib Dərbəndə. Bax, yadda saxla, Dərbənd İmamqulu xan qapının, qalanın açarlarını verir. Müqavimət, ay sağ ol, müqavimətsiz sözünü yadda saxlayın. Müqavimət göstərmir. Yaxşı, Pyotrun çox gözəl xəyalları var. Hara getmək istəyir Pyotr? Hara? Bakıya getmək istəyir. Gedə bilirmi ay Doyulxan? Gedə bilmir, xeyr. Niyə olmuşdu? Bəli, İsveçlə. Həm Rus donanması dənizdə batmışdı. Həm də Osmanlı'nın narazı eləyir. Osmanlı xoşlar. Yaxşı, İsveçlə ilə müharibə təhlükəsi. Xəzər dənizində bunların silah sursatı, o cümlədən ərzağı batmışdı. Sonra üçüncü bir məqamda Osmanlı dövləti etirazı. Qayıdır Pyotr, amma burada Matyuşkini qabağına qoyur, yaxşıca başa salır. Deyir Matyuşkin, bax, nə istəyirsən elə Bakını tut. Nəysə, Bakını tuta biləcək və Matyuşkin tuta biləcəkdir. Bəli. İndi davam edirik. 1722-ci ilin dekabrında hara tutulur? 22-ci ilin dekabrında Rəşt və yaxud da biz ona nə deyəcəyik? Gilan. Sonra Bakı nə vaxt tutulacaq? 23-ün hansı ayında? İyul ayında. Bəli, iyul ayında Bakı tutuldu və Bakı bunların ən böyük arzusuydu. Və Bakıda bəli, Bakıda böyük bir atəşfəşanlıq keçirildi. Hardan hara olan, hardan hara qədər olarsa Dərbənddən Gilana qədər. Bax, gəldik də elə deyilmi? Həştərxandan gəldi, girdi, Dərbəndi tutdu, Gilanı, Rəşdi, Salyanı, Bakını ələ keçirdi. Elə deyilmi? Və beləliklə Dərbənddən Gilana qədər olan ərazilər kimin oldu? Ruslar. Ay sağ ol. Özü də yaxşı, bu hakimiyyətdə hansı yetim hökmdardır? İkinci Təhmasib. Bax, ikinci Təhmasibin dövründə Pyotr bu qədər ərazini ələ keçirmişdi. İkinci Təhmasib İsmail xanı göndərir, deyir, ay İsmail xan, get bu Pyotr başasa, o tutduğu əraziləri geri qaytarsın. Nəysə də İsmaili gedir, yazıq İsmailə, o tutdururlar onlar, belə deyək də, məcbur eləyirlər ki, Peterburq müqaviləsini imza atsın. Peterburq müqaviləsini imzalayır İsmail xan. Peterburq müqaviləsinin şərtində deyilir. Dərbənddən Gilana qədər Rus
Rusiya verirdi. Ay sağ ol. Rusiyada Səfəvilər əfqanlarına döyüşdə kömək etdi. İndi sözdür də onda deyirlər də, Deyirlər. formal xarakter daşıyır da. Güya əfqanlarla mübarizədə bizə kömək edəcəklər. Qayıdır, gəlir, Təhmasib deyir ki, ay İsmail, nə oldu, nə baş verdi? İsmail deyir ki, müqavilə bağladım. Rəsmiləşdirir də, rəsmiləşdirir, geri qayıdır. İkinci Təhmasib daha yerə göyə sığmır. Deyir ki, mən hansı müqaviləni tanımıram? Bəli, ikinci Təhmasib Peterburq müqaviləsini tanımayıb. Oldu mu? İndi bu Rusiyanın bir dənə sevməyən, onun rəqibi olan Osmanlı, sonra başqa hansı dövlətdir? Bax, dünyada fikirləşin. Rusu sevmir. Qafqazda möhkəmlənməsini istəmir. İngiltərə. Ay sağ ol. İngiltərə, Fransa. Da Zeynal gülür. İngiltərə, Fransa. Bax, bunlar sevmirlər. Sevmirlər. Və ay sağ ol. Bu Rusiya günü-gündən axı möhkəmlənir. Bax, gəlir Qafqazda möhkəmlənir. Və belə olanda bu Osmanlıya yaxşıca tırqa verirlər və yaxud da Osmanlıya yaxşıca dəstək olur. Hansı dövlətlər? İngiltərə və Fransa. Deyir, qardaşım ölməyib, ay Osmanlı, biz sənə kömək edəcəyik. Özlə nə cür kömək edəcəyik? Markerdə yazmır. Deməli, nə cür inkişaf edəcək? Kömək edəcək. Həm hərbi kömək edəcəm, həm də maddi yardım edəcəm. Yəni, İngiltərə və Fransa Osmanlıya hərbi və maddi yardım edərək, maliyyə yardım edərək Osmanlını təhrik edir ki, Rusiya ilə müharibəyə başlasın. Osmanlı müharibəyə tam hazırdır. Bax, təsəvvür mən Osmanlıyam, tam hazıram, gücümə inanıram, arxamdakı İngiltərə, Fransa, sən də Rusiyalısan. Sən də Rusiya, indi bək qaldırıq da. İndi səndən müharibəyə girmək istəyirəm. Bax, sən Rusiya olaraq razılaşmırsan. Çünki İsveçrəyə müharibədən yeni çıxmısan, xeyli vəsait xərcləmsən, deyirsən ki, ay Osmanlı, gəl müqavilə bağlayaq. Müharibə olmadan nə bağlanır? İstanbul müqaviləsi hansı tərəflər arasında imzalanır? Duyğu. Rusiya ilə Osmanlı arasında. Hansı müqavilədir əzizim? İstanbul müqaviləsi. İstanbul müqaviləsini bugünə qədər olanlarını deyə bilərsinizmi neçənci ildə idi? Şərtləri özünüzə qalsın. İlləri. 1612. 12. Bir də hansı idi? 16. Bir də ondan əvvəl. Birinci İstanbul, ikinci İstanbul sərhaddır. Bəli, 1590. 1590-1612. Bəli, bu da İstanbul. Bu oldu 3-cü İstanbul, 1724. Yaxşı, bu İstanbulun şərtlərinə görə Rusiyada yenə hansı ərazilər qalır? Xəzər boyu ərazilər. Yəni, Dərbətdən Gilana qədər olan ərazi. Osmanlıya hansı ərazilər qalır? Geri qalan ərazilər Osmanlıda olacaqdır. İstanbul müqaviləsi. Bir də burada yarım müstəqil xanlıq hansı xanlıqdır da? Şirvan. Şirvan xanı kimdir? Hacı Davud. Bayaq demişdim, Hacı Davud 2 dəfə üsyan qaldırmışdı. Neçənci də? 1921. Hansında qalib gəlmişdi? Yoxdur. Hansında qalib gəlmişdi? 1721-ci ildə. Eybi yoxdur. Sadəcə 2 dəfə əvvəl gəlmişik. 1721-ci ildə. Yaxşı, indi davam edək. Gilan aradı mənimə, Gilan. Gilan Urəşdir də. Bayaq dedik. İndi xəritədə göstərəcəm. Proyektor açılsa proyektorda göstərdim. Nəsə açmadıq. Deməli 1724-cü ildə Osmanlılar o müqavilədə göstərilən əraziləri ələ keçir. İrəvan, Naxçıvan, Ordubad, Salmaz, Xoy. Amma yadda saxlayaq. 25-də 3 dənə ərazini tutubdu. Osmanlı 3 dənə ərazi hansıdır? Təbriz, Gəncə, bir də işğal zonasında daxil olmayan Ərdəbil. Ərdəbili tutanda atəşfəşanlıq. Deməli, Ruslar Bakını tutan da atəşfəşanlıq elədilər. Bunlar da Ərdəbili tutanda. Yadda qalar mı? İnşallah. Aysa, inşallah. Bir günlük yadda qalır. Bir gündən sonra nə sən mən tanırsan, nə mən desən. Deməli, sonra Ruslar tutduqları ərazilərdə Abşeronda yaratdılar reestr. Reestr nə idi? Neft quyularının sayı, neftin emalı məsələsi, satışı, bunların hər birini nə edirdi? Mərkəzləşdirirdi. Ay sağ ol, mərkəzləşdirirdi, siyahıya alırdı. Bəli, siyahıya alınmaydı. Ruslar tutduqları ərazidə hansı idarə etmə sistemini yaratdılar? Komendantlıq sistemi yaratdılar. Ay sağ ol, komendantlıq idarə. Hətta əvvəlki kitabda yazılırdı ki, Bakının komendantı Baryatinskidir. Sonra gördülər ki, çox oxuyub əziyyətə düşürsünüz, o Baryatinskinin adını çıxartdılar. Yox, var. Vermə? Nə yaxşı. Sonra Osmanlı dövlətində, Osmanlı idarə etmə sistemində
Nə var idi? Nələrə bölünmüşdü? Sancaqlara, Vilayətlərə, vilayətlərə. sancaqlara, mahal və mahal, nahiyələrə. Oldu mu? Sonra burada gəlirik. Deyir ki, yerli bəy və ağalara hansı torpaq mülkiyyəti forması verilirdi Osmanlılara xidmət etdiyinə görə? Albina xanım, hansı torpaq mülkiyyət forması verilirdi? Ağalıq və bəylik adlanan torpaq mülkiyyət forması verilirdi. Osmanlıların hakimiyyəti dövründə əhalini siyahıya alınmışdılar. Siyahıya alınmanı da bu cür yadda saxlayın demişdim. Bayaq bilmirəm yadınızda qaldı mı? Allah eləməsin qalsın. 725-də bir Əməvilərin dövründə idi. Qabağda bir qoyurduq, müəllimə görürdük orada Osmanlılar. Ay sağ ol. Onun da qabağına bir qoyurduq. Bu da Osmanlıların dövründə əhalinin siyahıya alınması oldu. Yaxşı, bəs bu ruslara, Osmanlılara qarşı üsyanlar baş vermişdimi? Verib. Harada baş vermişdi? 1724'də haradaydı? Saryanda. 27'də haradaydı? Qarabağda. Fatma xanım hansındadır? Sumayda. Fatma xanım da Sumayda. Hə. Fatma xanım da Saryandaydı, bəli. Aha. Nəysə, bu Qapılarını qədər. zat dağıdıb eləmişlər.